Ümumiyyətlə, diabetik ayaq sindromu nəticəsində yaralar da meydana gəlir. Bu yaralar uzun müddət sağalmaya bilir və yaxud sağalım təkrarlana bilir. Bu səbəbdən xəstələr daim endokrinoloqun nəzarətində olmalıdır, cərrahların, damar cərrahlarının nəzarətində olmalıdır, nevropatoloqların nəzarətində olmalıdır. Səbəblər çoxdur. Əlbəttə ki, nəzərə alsaq ki, diabetik ayağın işemik forması, belə deyək, qan təchizatının pozulması ilə kəskin və yaxud xroniki pozulması ilə meydana çıxan işemik forması bütün diabetik ayaqların cəmi 10-15%-ni təşkil edir. Neuropatik forma isə hardasa bir 25-30% diabetik ayağın ümumi faizini təşkil edir. Qalan böyük əksəriyyəti isə qarışıq formada olur. Buna görə də daim qan təchizatının yaxşı olması nəzarətə götürülməlidir. İndi bugün belə deyək ki, xırda damarlara, xüsusən də dizaltı nahiyədə olan qamış arteriyaları, ön arxa qamış, baldır arteriyalarına müdaxilələr imkanı var. İndi tibbi texnologiya imkan verir ki, bu damarlara müdaxilə olunsun. Hətta ayaq damarlarına belə daha periferiyada olan xırda, kiçik diametrli arteriyalara müdaxilə etmək imkanı var. Angioplastika adlanır bu əlamət. Müəyyən qədər bu problemi həll etməyə imkan verir. Bilmək lazımdır ki, angioplastika əməliyyatı heç də bundan sonra bu problem bir daha təkrar olunmaz anlamına gəlmir. Ona ki, son illərin praktikası göstərdi ki, angioplastikadan sonra damarların təkrar tutulması halları baş verə bilər. Ona görə də xəstələr arxayınlaşmamalıdırlar ki, onlara angioplastika əməliyyatı və yaxud balonla genişləndirmə deyirlər, dilatasiya əməliyyatı icra olunub, bu məsələ problemi bir dəfəlik həll edib. Xeyr, belə deyil. Ona görə ki, aterosklerotik proses davam edir və nəticə etibarilə yenə də damarların daralmasına, tutulmasına, tamamilə tutulmasına səbəb ola bilir. Ona görə də belə xəstələr daim damar cərrahlarının, diabetik ayaq mütəxəssislərinin nəzarətində olmalıdır. Hər 6 aydan bir, ən azı ildə bir dəfə damarların periferik, belə deyək, doppleroqrafiyası müayinəsi aparılmalıdır. Damar keçiriciliyi dəyərləndirilməlidir. Ona görə də bəzən bu səbəbdən bir dəfə sağalmış yara təkrar yarana bilir həmin yerdə. Ona görə də bizim xəstələrimizə əsas tövsiyələrimizdən biri odur ki, dövrü olaraq həmin bu mütəxəssislərin qəbulunda olsunlar, profilaktik müayinələrdən keçsinlər və ağır nekrotik, irili nekrotik ağırlaşmalarının qarşısı alsınlar. Əks halda əlbəttə ki, bu nəzarət aparılmazsa daha ağır fəsadlarla üzləşmək ehtimalı da yüksək olur.